Ayrı-ayrılıqda sizin kimi işləyib bir yerə yığırsınızsa nə gözəl bu. Hanım, bir dəqiqə üzr istəyirəm, sözünüzü kəsirəm. Hər yerdə şəhid ailələrini çağırırlar. 44-də biz şəhidlərimizə seçkinlik qoymuruq. Hamısı bizim üçündür, şəhidlərimiz. Amma unutmayaq ki, tarix 90-dan, tarix ortadan başlamır, başdan başlayır. 88-dən şəhid bacılarımızı çağırın, baxın, hansını tədbirlərə dəvət ediblər. Valideyn qalmayıb axı bu vaxta qədər. Heç bir valideyn yoxdur. Biz niyə unudaq o igid qəhrəmanlarımızı? Bugün biz tarixdə onları silsək, gələcək nəsillərimiz də tanınacaq. Ona görə də bugün bunların bura yığışmaqda məqsədi mən onlara dəstək durup deyirəm ki, şəhidlərimizi unutmayaq, qəhrəmanlarımızı unutmayaq. Böyük iş görürsünüz və bir neçə il bundan qabaq xanımlar bilir, 8 mart tədbiri mən keçirdim şəhid analar üçün. Şabrandan dəvət elədim. Xeyli sayda adam gəlir, nə qədər idi bilmirəm. İnanırsınız, onların gözəl bir restoran idi. Mübarək Şadlıq Sarayı hesab edirəmsə. Onlar hamısı siz nə dedi? Dedi, hələ bizim deyə qədər belə bir yerə yığmayıb var. Bizə hələ şəhid ailəsi kimi belə diqqət göstərməyiblər. Və ondan sonra ardıcıl gedir. Mən sizə yenə deyirəm, təşəkkür edirəm və bacılara Allahdan səbir diləyirəm. Siz yaşadırsınız. Mən ailə tanıyıram, mən şəhid bacısı, şəhid anası tanıyıram. Elə 92 ildə, 44 ildə. Ancaq nəyəsə dalınca gedir. Nələrinsə, şəxsi işlərin dalınca gedir.